Kriptovalyuta dünyasına addım atan hər kəsin qarşısına çıxan ilk və ən vacib anlayışlardan biri altcoin terminidir. Gəlin bu geniş dünyanı ən sadə və anlaşılan dildə hissə-hissə təhlil edək. Altcoin nədir və niyə yarandı? Altcoin sözü İngiliscə alternative coin sözlərinin birləşməsindən yaranıb. Dünyada ilk kriptovalyuta Bitcoin'dir. Bitcoin rəqəmsal qızıl hesab olunur. Lakin onun da bəzi çatışmazlıqları, məsələn, əməliyyat sürətinin aşağı olması var. Bitcoin'dən sonra yaranan və onun texnologiyasını təkmilləşdirməyə, fərqli funksiyalar təklif etməyə çalışan bütün digər kriptovalyutalar altcoin adlanır. Hazırda bazarda Ethereum'dan tutmuş ən kiçik layihələrə qədər minlərlə altcoin mövcuddur. Qısacası, Bitcoin ana valyuta, yerdə qalan hər şey isə onun alternativləridir. Altcoin səbəti nədir? İnvestisiya dünyasında qızıl bir qayda var. Bütün yumurtaları eyni səbətə yığma. Altcoin səbəti də məhz bu məntiqə əsaslanır. Birdən çox, məsələn, 5-10 fərqli kriptovalyuta alıb bir portfel formalaşdırmaqdır. Altcoin necə seçilir, növbəti videolarda göstərəcəm. Niyə lazımdır? Təsəvvür edin ki, bütün pulunuzu tək bir coinə yatırmısınız və həmin layihədə texniki bir problem yarandı. Bu zaman bütün kapitalınızı itirə bilərsiniz. Lakin səbətinizdə həm Ethereum, həm Solana, həm də bir neçə kiçik layihə olsa, birinin düşüşünü digərinin yüksəlişi kompensasiya edə bilər. Portfel nə qədər geniş və məntiqli bölünsə, riskiniz bir o qədər minimuma iner. Altcoinlər iki yerə bölünür. 1. Coinlər. Coinlərin öz müstəqil blockchain şəbəkələri var. Onları bir dövlətin öz rəsmi pul vahidi kimi düşünün. Bu coinlər öz infrastrukturuna sahibdilər və digər layihələr onların üzərində qurulur. Nümunə: Ethereum, Solana, Cardano, Sui. Önəmli qeyd. Burada Dogecoin üçün xüsusi bir mötərizə açmaq lazımdır. Dogecoin zarafat məqsədi ilə yaradılsa da, bir çox mem layihədən fərqli olaraq onun öz müstəqil blockchaini var və arxasında ciddi bir texnoloji infrastruktur dayanır. Buna görə də o texniki olaraq bir coin sayılır. 2. Tokenlər. Tokenlərin öz blockchaini yoxdur. Onlar mövcud olan güclü bir blockchainin daxilində fəaliyyət göstərirlər. Hansı şəbəkədə olduqlarına görə fərqli standartlarla adlandırırlar. ERC-20 Ethereum şəbəkəsində yaradılanlar. TRC-20 Tron şəbəkəsində fəaliyyət göstərənlər. BEP-20 Binance Smart Chain şəbəkəsini istifadə edənlər. Tokenlərin 3 əsas kateqoriyası. Tokenlər nə məqsədlə yaradıldıqlarına görə bölünürlər. 1. Faydalı tokenlər. Müəyyən bir layihəyə, məsələn, NFT yaratmaq və ya oyun daxili ödənişlər üçün xidmət edirlər. Arxalarında real texnologiya dayanır. 2. Meme tokenlər. İnternet trendləri və heyvan şəkilləri əsasında yaranır. Qiyməti tamamilə populyarlıqdan asılıdır. Məsələn, Shiba Pepe. 3. Shitcoinlər. Heç bir məqsədi və gələcəyi olmayan, çox vaxt fırıldaqçılıq üçün yaradılmış aşağı keyfiyyətli layihələrdir. Kritik xəbərdarlıq. Aldanmayın. Kriptovalyuta dünyasında yatırım edərkən ən çox diqqət etməli olduğunuz məqam qazanc vədləridir. Heç bir ciddi və real kriptovalyuta layihəsi sizə mütləq qazanacaqsan vədi verməz. Ciddi layihələr reklamlarla deyil, arxasında texnologiya və həll etdiyi real problemlərlə gündəmə gəlir. Onlar məni alın, varlanacaqsınız deyə elan paylaşmazlar. Unutmayın ki, kripto bazarında hər kəs öz qazancının hayındadır. Heç kim sizin qazanıb qazanmamağınızı düşünmür. Əgər kör-köranə, yalnız kiminsə sözü ilə boş proyektlərə yatırım etsəniz, günün sonunda itərən tərəf, qurban siz olacaqsınız. Yatırım etməzdən əvvəl seçdiyiniz altcoinin arxasında hansı işin dayandığını mütləq özünüz araşdırın. Başqasının tövsiyəsi ilə deyil, layihənin texnoloji gücü ilə qərar verin.